Birincisi, nerede xoşbəxtlik dedik ve arzumuz nedir? Ne güzel arzumuz bugün için olur. Bak gel salda görüşebildik. Bu bizim en büyük xoşbəxtliyimiz değil mi? Seher durduk, sağ salamat, etrafı gördük, doğmalarımızı gördük ve sevdiğimiz işin dalıca gittik. Her birinizi çok məhəbbətle dinledim. Birinci çok gurur hissettim. Ona göre gurur hissettim ki ben həmişə demişəm, bayaq da canlı yayında da dedim, bizim Asiye Hanım'ın ve özü təqdim edelim. Aygün Hanım'ın ve onların Seymur olursa yarattığı bu teşkilat bütün ben o tam məsuliyyət və cəsarət edirəm ki, təhsil sisteminə bugün xidmət göstərən düzgün dövlətçilik səviyyəsində təhsilin inşallah xidmət edən bir təşkilat kimi fəaliyyət göstərir. Mən o qızlardan gurur duyuram, sizə təşəkkür edirəm. Və bugün burada çıxış edən bizim təlimçilər hər biri çox sevindim. Bizim psikologumuz, əməkdar müəllimimiz, Ceyhun müəllim və bizim qeyri-adi Bəhmən müəllimi görmək oradan böyük bir xoşbəxtliyimizdir. Əslində burada həm gənclərdir, həm müəllimlərdir. Bir neçə kəlmə istəyəcəm ki, onlara çalışın bu mövzuyla bağlı. Birinci dövlətimiz haqqında. Varmı elə bir ölkə iki qitədən yaşayışın pay düşsün? Neçə iqlimin onun payına düşsün? Kəlbəlaya bərabərdir bir heybətsən düşün. Şərq ilə qərb arasında qapsan, sən dünya üçün böyük fəl olsan. Verən verir, söylüyorsunuz bilin, en büyük sərvət insandır. Sevin insanın qədrini bilin. Bu birinci məsələdir. Mən böyük hərflə müəllim sözünün qarşısına yazmışam insan. Mən Respublikanın əməkdar müəllimiyəm, təhsildə yeniləyən müəllimiyəm və eyni zamanda milli məsləhətçiyəm təhsil sistemində. Yəni, bütün varlığımla mən müəlliməm. Və bütün cəmiyyətin xoşbəxtliyi onun təhsil sisteminə bağlıdır. Bu bir həqiqətimizdir. Vətənini, elini, dilini və dinini sevmək gərəkdir. Amma sevmək azdır. Onu həm də sevdirə bilmək gərəkdir. Azərbaycan ona görə xoşbəxt bir məmləkət, ona görə dəyərli bir məmləkətdir ki, onun yerləşdiyi məkan maraqlıdır. 38-ci, 42-ci en dairəsi si dalğası daxtığı yerdir, yəni müsbət enerjinin. Ona göre bak insanlar yaraşıklı, savadlı, qabiliyyətli. Amma ne yazıqlar olsun ki, bu dövləti varlı sərvətli yaradan, həm də dövlətli yaradan, sağ solunda, düz yolunda düşmən yarattı. Düşmən ocaq başına düştü, insanlar da fitnəfilə. Bax, ona göre bu torpağın payına namus ləkəsi düştü. Mən yazdım. Bizə demədilər, deyiblər. Bir dastan yaradıldı, əsli Kərəm dastanı. Kərəmi oda atıb, odda da yandırdılar. Nə söylədi Kərəmi? Bir dəyişilmir qara keşiş. Əl götürmür xislətindən, heç dəyişmir məqsədindən, hətta bala sevgisi. Qan saf gərək, təmiz gərək. Bax, o zaman anlamaq gərək. Nə üçün baş verir? Düz deyir. Bütün gözəlliyə baxmayaraq biz həm də unutduq. Unutqanlıq bir bəladır. Bu bize bir miras gibi kaldı, elə bir sanki. Hansı ki, bəzən özü sevmirik, heç hörmət də etmirik. Niye biz düşmənə məhəbbətli, özünə nifrətlik? Məgər anlamırıq ki, biz bir canlıq, bir olanda bilin varıq. Biz bu canları sevməsək, məhv olarıq, mənim əzizlərim. Burada peşəkarlar əyləşib, ziyalılar, müəllimlər, valideynlər və s. Təhsil sisteminlə bağlı deyəcəm sözlər var, amma Ceyhun'un dediği sözlər mənim xatirimdədir. Onunla bilməliyim. Mən həyatımın bütövlükdə müəllim sözünə çoxlaşan bir adamım. Hətta yüksək səbəqlərdə, nazirlikdə, işlədiyim müəssisədə deyirlər müəlliməni tapın. Onda hamı mən axtarır. Heç hanım sözdən çox sevməyəm. Bax, mən gedək mən işləmişəm, ikinci şikayət olmuşam. Müəyyən vəzifələrdir. Amma mənim üçün müəllimlik hamısından yüksək nəticədir. Bugün də xoşbəxtəm və qürurluyam ki, mən müəlliməm. Çünki bir insan elm öyrənib, onu başqası öyrənsə yeri cənnət. Bax, siz cənnət insanlarsınız. Ey insanlar, mən Antalya'da leksiya oxuyanda deyirdim ki, baxın, insan
Onun qidası enerjidir. Bax, xanım da orada göstərdi. Biz enerji ilə qidalanırıq. Müəllimin hamısı cavan qocadır. Niyə? Ona görə ki, biz uşağa müsbət enerjisini alırıq. O sağ, gözəl balaların. Bundan böyük qiymət olar. Ona da qəbul aldırasalar, ona əvəz eləmək olmaq əsasları. Bu vacib şərtdir. Amma bir məqam da var ki, bu məqam düzgün peşə seçmək və ona yanaşmaq. Deyir, kənddə nə məsələni həll etmək istəyirsən, get müəllimdən soruş. Çünki insanların təxəyyüldə bu belədir ki, müəllim hər şeyi bilir. Düzdür, müəllim hər şeyi bilməsə də, amma vəziyyətdən çıxış yolunu gərək anlasın. Misal üçün, bugün mənim sosial şəbəkələrdə səhifəm var, hamı baxır ki, mənim bütün çıxışlarımda mən haqırırım, artıq o dərəcəyə gəlib çatmışam ki, qışqırıram ki, ay millət, ay ümmət, sən özünü müəllimə çevir. Müəllimə bu qədər baskı etmək olmaz. Deyir, ustadına kəm baxanın gözlərinə qan da var. Əlinə qələmə hamısı müəllim verib. Hamının bu gün üstədə oturan müəllimin əməyidir. Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin əməyini danmaq olmaz. Hətta 44 günlük müharibədə qələbələrək mən prezidentin səhifəsində yazmışam. Bugün Azərbaycan məktəbi və müəllimi fəxridir ki, Ali Baş Komandandan tutmuş, Sıraviyə qədər, Evdar xanıma qədər hamısı məktəbin getirməsidir. Belə bir şərəfli müəllimlər, belə bir ziyalılar, mən çox təəssüf edirəm. Bir məqama ki, bugün bizim müəllimimiz metodiki xidmətdən kənarda qalır. Əsl mənada müəllimə xidmət göstərən institut ləğv olunur, başqaları yoxdur. İndi hamı deyir, mən təlimçiyəm, mən milli məsləhətçiyəm. Azərbaycan təhsilində ilk dəfə 120 nəfər ali məktəb və orta məktəb müəlliminin hazırlamasında xüsusi əməyim var. Amma mən o sözü heç bəkdən deyə bilmərəm bu gündə. Vay o gündən bizim halımıza ki, heç bir şey bilmir. Hamı deyir ki, yazıram, eşidirəm müəllimə. Gəlin 60 manata sertifikat verirəm filan şeydən. Mən sertifikasını hazırlayım. Hamısı, sən özün bilmədiyin şeyi necə hazırlaya bilirsən? Ay insan evladı, götürüb zəng eləyirəm. Sən utanmırsan ki, sən müəllimi məcbur eləyirsən. Müəllimin hələ diplomu var. Müəllim ali təhsil alıb, fənnini bilir. Bilmirsə, günah səndədir, niyə o diplomu verirsən? Mən o sistemdə hazırlamışam çünki Cehim müəllim bilir. İxtisasartma təhsildə biz mütəxəssisik. Biz xarici təhsil sistemini öyrənmişik. Azərbaycan təhsil modeli Fransa modeli üstə qurulub. Orada belədir xaricdə. Əgər müəllim özü də maraqlıdır, getsin yeniliyi öyrənsin, niyə? Müəllim hər dəfə yeniliyi öyrənib tətbiq etdikcə, onun yanında bir mentoru var, bir köməkçisi var. Gəlir müəllimə təmənnasız köməklə nəyə ehtiyacın var? Hansı vəsaitə nəyi bacarırsan, nəyi bacarırsan? Və o kursu keçib qayıdan müəllimin əmək haqqı artır, dərəcəsi artır qızır. Maddi və mənəvi stimul məsələsi var burada. İndi gəlin baxaq görək. Və ona görə orada belədir. Sertifikasiyanı, mən o gün bir müəllimə açmışdı, gördüm çox hamur bəhtən yazır. Sadəcə bir şey yazır. Baxın, Aysə dedim ki, qoyub belə, heç olmasa müəllim bilmədiyin şey haqqda rəy vermə. Demək ki, qorxma imtihanla. Kim imtihan olunmaq istəyir? Gəlsin, çıxsın bura. Bax, gəlsin mən şikərdən. Biz istəyirik məhəbbət, hörmət, diqqət və buna ehtiyacımız var. Və baxın, sertifikasiya vacibdir, lazımdır, amma necə? Müəllimin il boyu fəaliyyəti var, onun nəticələri var, onun sənədi var. Bax, müəllimin ictimai fəaliyyəti var. Burada hamını tanıyıram, amma bir dənə burada Jalə müəllim oturub qabaqda. Şuşada doğulub, Ağdamda yaşayıb, bu dəqiqə Yevlaqda onun gördüyü şey heç bir şəhər müəllimi görə bilməz. Mən onu tam məsuliyyətlə deyirəm. Onun uşaqlarla gördüyü tədbirlər, keçdiklər, açın baxın, bax, mən də fıraq əsas şərtdə əzizlərim. İndi baxın, bu nə sertifikasiyası? Baxın onun işinə. Bəli, amma bir şərtlə baxın. Sonda o müəllimənin maaşını dəyərləndirir. Mən Esrəyə təhsil şahsı üzləmişəm, müəllimə. Məsələ qaldı ki, müəllimin dərəcəyə görə qiymətləndirək. Birinci dərəcə müəllim məktəbdə 5 dəfə ola bilərdi, düzdür? Amma gəldi Azərbaycanda, mən onu tətbiq edəndə bir məktəbdə ilk beşə dəqiqə. Bir məktəbdə 25 müəllimə birinci dərəcə verildi, maliyyət çıxdı göyün başına, biz onu saxladıq. Ona görə də belə şeylərə biraz diqqət edək, amma ki, məsələn, xoş gəlmək üçün danışmayaq. İynəyə balaca bir şeydir, özünə batırır. Hamiyə deyirəm, ağrıtmasa qeybi yoldaşlar.
şagird məhəbbətimizə bağlıdır. Bu bizim gələcəyimizdir. Şuşa haqda ikinci kəlmə deyil. Mənim böyük yazım gedib paylaşmışım. Mən 4 dəfə Şuşada olmuşdum, 4 dəfə. Ayın 8-də mən kongresin deməli, üzvü kimi bir keçilirdi. Ora mənə səfər qismət oldu. Müəllimlər, hamı yadda saxlasın. Yazmışam və bugün də deyirəm. Ey Şuşaya gedənlər, ayağınızı yerə yavaşmış, Qarabağa. Ayağını şəhərin sinəsinə qoyursan, unutma. Mən ilk dəfə gördüm ki, yeganə müəllimə, lalələr tək-tək biter. Amma buna şahiddir. Amma harada bizim neçə şəhidimiz partlayırsa bütün şeydən, orada topa lalə çıxıb 5 dənə, 10 dənə lalədən qan tökülür. Bax, elə hesab elə. Mən Cıdır düzündə dizimi yerə qoyub namaz qılanda, siz təsəvvürün, adətən mən o hənirtini hiss edən bir şəxsən, bütün varlığımla unutmayaq. Biz bax, bugün burada oturmuşuq, icras keçirir, parlamentdə oturmuşuq, məktəbə gedirik evimizə. O şəhidlərin və qazinin hesabına biz buradayıq. Ona görə bugün bizim qarşımıza bir vəzifə tutduğu vəzifəsindən asılı olmayaraq, hamı vətən sevgisini, insan sevgisini, arzusu çox olan adam, o yaxşı adam deyil. Bu dünya üçün çox şey arzulamayın. Can sağlığı, uzaqlığı, şeytana yar olmayaq, Allahın məhəbbətindən uzaq olmayaq. Qalan şey güzələn şeydir, heç narahat olmayaq. Və sevgi, sevgi, sevgi. Ona görə mən çox sevdim bu qızları ki, baxın, bunlar biri Cəbrayıl, biri Ağdamdan olan qızlardır. Mən niyə həmişə onların yanındayam? Bəzən deyirəm ki, Aysel biraz təbir elə, biraz az elə təbirini dincəl, amma onlar dincəlmədir. Bax, onlar bütün sevgisini sizə verirlər. Bu sevgiyə görə sağ olayısınız. Sağ olun qızım. Siz də çox sağ olun. Ben de size teşekkür ediyorum ki siz bu sevgili karşılıksız koymuşsunuz. Sağ olun, sağ olun. Allah razı olsun. Küçük bir Sağ olun. Sağ olun. Sağ olun.